Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bugünkü buraxılışımızda insanlıq tarixinin ən qədim suallarından biri olan xoşbəxtlik və insanın məna axtarışı ətrafında müzakirə aparacağıq. Həmsöhbətim filosof Müşfiq Ötkündür. Xoşbəxtlik və insanın məna axtarışı. Siz bu mövzularda düşünən insanlardan birisiniz. Axtarışda olan insanlardan birisiniz. Və bu mövzular elə mövzulardır ki, bunlar kitabların dərinliklərində olan mövzular deyil. Bunlar biraz həyat təcrübəsidir. Bunlar biraz düşünməli, bunlar biraz təfəkkürdür. Və insanların tarix boyu arxasınca qaçdığı məsələlərdir. Xoşbəxtlik nədir? İnsan mənanı harda tapmalıdır? Xoşbəxtlıq hissi mənə görə bunu tapmaq üçün, məsəl üçün, ad günü olan uşağı xatırlamaq lazımdır. Qucağı dolu olur hədiyyə ilə, xoşbəxt olur. Ona çoxlu hədiyyələr veriblər, heç bilmir, bir-birindən gözəl. İnsanın da xoşbəxtlığı elə ömür boyu bu ilə bağlıdır. İnsan çox şükr eləyəndə, masanın üstündəki quru çörəyi belə ona bal görünə bilər. İnsan çox şükr eləyəndə nə qədər ona nemətlər verilibdir, onu görə bilir. Naşükürlük nemətləri az saymaqdır. İndi biz elə zamanədə yaşayırıq ki, deyirlər ki, naşükürlük deyil bu, bu motivasiyadır dünyanı inkişaf etdirmək üçün, amma dəliliyə aparan bir şeydir. Ki, hər nə qədər sənə verirlər, sən bunu az bilirsən. Güya ki, o qızıl balıqla balıqçı nağılında, Puşkinin belə bir nağılı vardı. O qoca arvad inkişafa can atırmış. Buna əvvəlcə təknə gətirir, bu bunu bəyənmir, deyir azdır. Sonra ev istəyir, evdə buna azdır, nə bilim, xanlıq istəyir, bəylik istəyir. Ondan sonra dənizlər padşahı belə olmaq istəyir və hər şey də ona azdır. Ona görə düşünürəm ki, bu şükranlıqla bağlıdır. Həqiqi yaradıcı insan da, həqiqi gələcək quran insanlar da şükran insanlardır. İkinci bir məqam, o da o hisslə bağlıdır ki, sən hiss eləyəsən ki, sən çox şanslısan. Bunu da yaranışın ilk səhnəsində bir teatral səhnə kimi şey eləsək, onu da orada biz görürük ki, Allah Adəmi yaradır və mələkləri də çağırır ora, deyir ki, buna səcdə edin. Yəni, o hisslə başlayır insan həyatına ki, mən çox şanslıyam. Hələ bilmirəm bu şanslılıq nədən ibarətdir. Amma mələklərdən də uca olmaq bir məqamı var insanın, əgər böyüyə bilərsə. Bu mənada insana yol verilibdir, şans verilibdir çox böyük və bu duyğunu da insan ömrü boyu gərək qorusun özündə. Doğulanda da biz əslində valideynlərimiz bu duyğunu bizə yaşadırlar. O qədər bizi öpürlər, əzizləyirlər ki, bizdə də o hiss yaranır ki, biz yəqin qeyri-adiyik, çox şanslıyıq. Bu ikisini də bizə Allah veribdir. İstifadə eləyə bilsək, məncə xoşbəxtlıq bu ilə bağlıdır. Müşfiq müəllim, dediyinizdən belə bir məqam sadir oldu ki, əslində biraz qənaətdir xoşbəxtlik. Yəni, özündə olanı, sənə lütf olunanı, əlində olanı, gəlib çatdığın nöqtəni, ona razı olmaq, ona qane olmaq, xoşbəxtlik bəlkə də o içində yaşadığın anın qədrini bilmək, bu mənada şükr etmək. Peyğəmbərimizin eyni zamanda Qurani-Kərimin hədislərində bunun çox nümunəsi var. Dediyiniz məqam üst-üstə düşür. Bir hədisində Peyğəmbər buyurur ki, Adəm oğlunun 2 vadi dolusu qızılı olsa, o üçüncüsünü istəyər. Yəni, bu insanın içərisindəki dünyalıq eşqi, daha çoxuna sahib olma eşqi bəlkə də onu daima əlində olandan məhrum edir. Əlində olanın qiymətini bilməkdən, onunla xoşbəxt olmaqdan insanı məhrum edir və xoşbəxtliyi hardasa gələcəkdə bir yerdə axtarır. Elə deyilmi? Yəni, hədəfi uzaqda görür, nəyə çatsa elə bir ki, xoşbəxt bir sərab kimi ondan uzaqlaşır. Ümumiyyətlə, nəfsi doyuzdurmaqla xoşbəxt olmaq mümkün deyil. İndi bizim sivilizasiyanın əsas fəlsəfəsi də gəldi, buna dirəndi. İstehlak cəmiyyətindəyik də. İstehlakla bağlıdır. İqtisadiyyat da bunu qəşəng bilir. Hər il buna bir yenilik adında bir mal satır.
o da onu almaqdan ötürü dəridən qabıqdan çıxır və bir illik belə müvəqqəti bir xoşbaxtlıq hissi yaşayır. Amma nəfsi doyuzdurmaqla xoşbaxtlıq hissi gəlmir. Nəfs elə bir ac canavardır ki, bütün dünyanı ona yedizdirsən deyəcək yenə azdır. Bu uşaqlarla da bağlıdır, ailə ilə də bağlıdır. Məsələn, birisi gedir aləmin varını, dövlətini tökür uşaqların qabağına. Elə bilir ki, uşaqlar onu çox istəyəcəklər buna görə. Yox. Bundan gəlmir evlad məhəbbəti. Bizi xoşbaxt eləyən bir məqam da keyfiyyətlə bağlıdır. O keyfiyyəti biz başqaları üçün çox kasıb bir həyatda da tapa bilirik. Məsələn, sevgi keyfiyyəti varsa ailədə, hüzur keyfiyyəti varsa, doğmalıq varsa, orada artıq o biri kəmiyyətlər, soyuducunun böyüklüyü, nə bilim, evin kiçikliyi, böyüklüyü, bunlar o qədər həll edici olmur. Bilənlər bilir ki, bu xoşbaxtlıq biraz da bu keyfiyyətin anlamağı ilə, dərki ilə bağlıdır. Adamlar biraz özlərini çaşdırıblar, kəmiyyətə çeviriblər bu məsələni. Hər şeyin sayını artıra, sanki xoşbaxt olacaqlarmış. Həqiqətən biz insanı palçıq gövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq. Sonra o qandan bir parça ət yaratdıq. Sonra o bir parça ətdən sümüklər yaratdıq. Sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Bizim ariflər, filosoflar, İslam dünyasındakı ariflərdən danışıram, zövqləri iki yerə bölüblər. Deyiblər ki, zövqlər keçici olan zövqlər var, qalıcı olan zövqlər var. İnsan qalıcı olan zövqlərin ardınca düşməlidir deyil. Sizin qeyd elədiyiniz məsələ ilə də bəlkə yaxından əlaqəlidir. Yəni, maddiyyat bir keçici zövqdür. Bugün var, bir il sonra o dəyərsizdir. Və ya hər şeyə sahib ola bilərsiniz, amma bir sağlamlığınız əlinizdən getdiyi anda bunların heç birinin dəyəri olmamış ola bilər. Və bilərsiniz ki, siz xoşbəxtlik məgərsə burada deyilmiş. Əbədi olan zövqlər, qalıcı olan zövqlərin ardınca getməyi İslam mütəfəkkirləri, arifləri vurğulayıblar. Bax, bu da insanın biraz o məna axtarışındadır. Əbədi olan zövqlər nədir? İnsan onunla xoşbəxt ola bilərmi? İnsanın bu mənada məna axtarışı, bax, sualımı da belə qoymaq istəyirəm. Hardan gəlir? Düşünən insanın, arif insanın qəlbində bir məna axtarışı var. O süfli şeylərlə uğraşmır, onlarla məşğul olmur. Uca hədəflərə, ali hədəflərə yönəlir. Bax, bu ehtiyac insanda hardan gəlir? İnsan biraz qəribə varlıqdır. Bütün varlıqlar, heyvanlar, ağaclar, daşlar, bunlar əvvəlcədən necə varlarsa özlərinə veriliblər. Onlardan bir çox şey də tələb olunmur. İnsan isə özünə tərbiyə vasitəsilə çatır. Bu, biraz qəribəlikdir, onu heyvandan fərqləndirir. Məncə bu, onu qələmlə öyrətdi ayəsi ki, Quranda var. Mən həmişə bunu ona işarə görürəm ki, insanın yaradılışı iki mərhələlidir. Biri analar doğur bizi, necə var dünyaya. Bir də biz tərbiyədən necə doğulacağıq, həqiqətdən, o mənanın üzərində durmaqdan necə doğulacağıq, buna aiddir. Və qədimdə peyğəmbərlər bunu misal çəkirlər. Məsələn, Budda yanına gələn bir mehdərə misal çəkir ki, tərbiyə görmüş atla vəhşi at arasında nə qədər fərq var da, tərbiyə görmüş at çox xidmət eləyə bilir. Daha böyük işlər görə bilir, daha xoşbaxt yaşaya bilir, daha uzun ömürlü yaşaya bilir. İnsan da belədir. İnsan gərək bir tərbiyə prosesindən keçsin, o əxlaqı axtarsın, Allahın cizgilərini axtarsın. O cizgilər də mənanı müəyyən edir.
o bizim qəlbimizə o məna kimi gəlir. Xeyirxahlıq, gözəllik, ədalət. Bunlar bəsləyir bizi. Biz bunlardan asılıyıq bu dəyərlərdən. Və bu dəyərləri axtarıb tapıb ömrümüzə yazmasaq, bu dəyərlər üzərində özümüzü yenidən yaratmasaq, xoşbaxtlığı biz qəti görməliyik. Xoşbaxtlıq, məsələn, çoxsu fikirləşir ki, sevdiyi bir qızı tapdı və ya sevdiyi bir oğlana ərə getdi, xoşbaxt olacaq. Qətiyyən. Bəziləri düşünür ki, insanlar özləri evlənirlərsə sevgidən mütləq xoşbaxt olacaqlar. Bu biriləri, məsəl üçün, valideynləri evləndiriblər, onlar qəti xoşbaxt olmayacaqlar. Bu yalandır. Nə o tip, nə bu tip. Hər iki tipdən həyatını həqiqət əsasında, məna əsasında qura bilənlər olacaqsa, onların xoşbaxtlığı mümkündür. Və o məna olmayacaqsa yox. İnsan sadəlövhcəsinə elə düşünür ki, o özünə xidmət eləyib də xoşbaxt ola bilər. Yox. Allah səni yaradıb ki, sən ona xidmət eləyəsən. O ali mənalara xidmət eləyəsən. Yer üzündə xeyirxahlıq səpələyəsən, ədalət səpələyəsən, gözəllik səpələyəsən. Sən bu mənalara xidmət eləmirsənsə, heç vaxt xoşbaxt olanmazsan. Zənginliyin də başından aşsın, yenə xoşbaxt ola bilməzsən. Çünki səni bunun üçün yaradıblar. Sən yalnız bu funksiya daxilində xoşbaxtlığın mümkündür. O məşhur bir şair sözü var, deyir, müsibət oluruq biz tərs düşəndə yerimiz. Bax, bu burada aiddir. Biz insan deyilik. Məsələn, Konfutsi deyir ki, bu kasa deyilsə nəyə lazımdır? Sadə bir sual qoyur və bizə də bir növ deyir ki, siz də insansınız axı. Siz insan olmayacaqsınızsa nəyə lazımsınız? Təyinatından başqa. Təyinat, hə. Ona görə ey insan, axtar təyinatını. Mütləq tap sənin xoşbaxtlığın təyinatınla bağlıdır. Nələrsə əldə etməklə, yeni bir əşyalar əldə eləməklə, komfortlu bir həyat özün üçün dizayn eləməklə. Bu da ayrı məsələ ki, heç komfortlu həyat adamı xoşbaxt eləyirmi, eləmirmi? İnsan bir çox mənaları çətinlikdə tapır. Yoxluqda tapır dəyərləri. Bəzən varlıq özü də korluq yaradır ki, insan nemətləri görə bilmir. Pərdələrdir bunlar. Pərdələrdir təbii ki. Ona görə bunu düşünürəm ki, xoşbaxt olmaq istəyənlər ağlına yazmalılar. Müdriklər deyirlər ki, yoxdur xoşbaxtlıq, insanın təyinatından kənarda. Sən mütləq ali məqsədə xidmət eləməlisən. Bizim məşhur bir mahnı vardı, sağıcıdır mənim nənəm, köməkçisi mənəm. Həmişə təsəvvür edirdim, o balaca uşaq badyanı tez gətirir, nənəsinə yetirir. İnsan da bir mənada bu cürdür. O Allahın köməkçisidir yer üzündə. O elə sevinə-sevinə Allaha xidmət eləməlidir. Hər bir zamanada, çətin zamanada da, asan zamanada da mömin insanlar öz işlərini bir an dayandırmırlar. O iş onlarda mükəlləfiyyət deyil, həm də sevinc mənbəyidir. İnsan gərəkli olmayanda xoşbaxt olanmır göstərməli. Mən bir eşitmişdim ki, Yaponiyada bir kişi əməkliyə çıxıbdı, evdə deməyibdi, utanıbdı. Hələ deyir, bir 15 ildə səhər tezdən evdən bayıra çıxırmış, gedib parkda otururmuş, axşam gəlmiş evə. İnsan həyatına məna tapa bilmir işindən qeyri. İşsiz, pulu var, hər ay oturur əməkli maaşı onun kitabçasına, amma xoşbaxt ola bilmir. Belə bir absurd vəziyyət yaranır. Amma o adam ona görə elə absurd fəaliyyətlə məşğul ki, onun işi yoxdur. Müminin isə həmişə işi var. O yer üzünü cənnətə çevirməklə məşğul olmalıdır. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən Allah həddi aşanları sevmir. Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun. Düşünmürəm, belə bir söz var. Bunu şərq filosoflarından
biri deyibdir. Deyilir ki, xoşbəxtlik biraz sağlamlıq kimidir, səhhət kimidir. Səhhət əldən getdiyi zaman insan səhhətin varlığını düşünməyə başlayır. Xoşbəxtlik də belədir. Əslində bəlkə də bizim içərisində yaşadığımız an, Allahın bizə bəxş elədiyi hər şey xoşbəxt olmağımız üçün yetərlidir. Amma biz nəsə böyük bir fəlakətlə, müsibətlə qarşılaşmalıyıq ki, xoşbəxtliyi təkrar axtaraq, normal gündəlik həyatımızı axtaraq. Bəlkə sabah evimizdən çıxıb gedib işə getmək, övladlarımızın olması, ailəmizin olması bir xoşbəxtlikdir. Amma biz xoşbəxtliyi uzaqda axtarırıq. Şübhəsiz ki, xoşbəxtlik sənə verilənləri çox yüksək dərəcədə görmək qabiliyyəti ilə bağlıdır. İnsan o qədər kordur ki və insan o qədər gördüyünü qiymətdən salandı ki, devalvasiya edir. Təsəvvür edin ki, bir qızdan ötürü ölür, 5 dəfə elçi göndərir, alır o qızı, 3 ildən sonra gözündən salır. Gözü başqasına axtarır. Biz bütün həyatımızı belə edirik. Bir şeyi əldə eləyənə qədərdir bizim xoşbəxtliyimiz. Biz sonra qəsdən onu devalvasiya edirik. Gözümüz pisdir bizim. Biz qiymətə mindirən gözə malik deyilik, qiymətdən salan gözə malik. Dünya da belə edirik, həyatı da belə edirik. Allah bizim üçün nə nemətlər versin, hansı təhlükələrdən atlatsın, biz həmən bunu yaddan çıxarırıq. Biz bunu gözdən salırıq. Bu böyük bir yanlışlıqdır. İşin bir tərəfi gərək özündə elə bir göz mərifət tərbiyə eləyəsən ki, bütün nemətlər qiyməti üstündə qalsın, hətta artsın da. İkinci, sən nə dəyər istehsal edirsən, buna da bağlıdır. İnsanların çoxsu dəyər istehsal eləmir, ancaq istehlakçı kimi yaşamaqdır. İstehlakçı xoşbəxtliyi insanın əyninə biçilmiş don deyil. İnsan həm də istehsalçı xoşbəxtliyini gəlməlidir, xeyir işlər görməlidir, çoxlu. Müşfiq müəllim, mən təşəkkür edirəm sizə. Sizin fərqli bir ritminiz var. Yəni o həqiqət yolculuğu, məna yolculuğunda o ritim müəyyən frekansları yaxalaya biləcək bir yerdədir. O baxımdan bu mövzuları sizinlə müzakirə etmək ayrıca xoşdur. Əlbəttə ki, mövzu genişdir. Bunun filosofların bir çox açıqlaması var bu mövzu ilə bağlı, ariflərin başqa açıqlaması var, rasionalistlərin tamamilə başqa açıqlamaları var. Əhatəli mövzudur. Amma mənə elə gəlir ki, bu qısa vaxt ərzində çox maraqlı məqamlara toxunduq. Mən sizə təşəkkür edirəm. Sağ olun, Vaxt çox ayırdığınız, sağ olun. gəldiyiniz üçün və Xoş dəyərli idiniz. fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram. Xoş idi, sağ olun. Hörmətli tamaşaçılar, bu dəfəki buraxılışımızda insanlığın ən böyük axtarışı olan xoşbəxtlik və insanın məna axtarışı ətrafında müzakirə apardıq. Bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.